Doktor, baş gicəllənmə kompleks yanaşma tələb edən bir şikayətdir və bu bir komanda işidir. Tam razıyam sizinlə, doktor. Doktor, bildiyimiz üzrə baş gicəllənmə günümüzün aktual problemlərindəndir. Bəs pasiyentlər hardan bilsinlər ki, mənim başım gicəllənirsə, lora gedim, nevroloqa gedim, yoxsa kardioloqa müraciət edim? Düzdür, razıyam. Günümüzün çox aktual mövzusudur və bizə də hədsiz çox baş gicəllənmə ilə müraciət edən pasiyentlər olur. Lakin nəzərə alsaq ki, ədəbiyyatda baş gicəllənmənin əsas qaynaqlanan səbəbi qulaq olduğu üçün ilk olaraq kardioloqa deyil də otonevroloqa müraciət olunmalıdır. Lakin cəmiyyətimizdə bu xəstəlik haqqında və altda yatan səbəb haqqında məlumat yetərincə deyil və buna görə də ilk öncə kardioloqa müraciət olunur. Və biz bu zaman ətraflı anamnestik məlumat toplayırıq, funksional müayinələr aparılır, buna təzyiqin monitorinqi, ritm monitorinqi aiddir. Adətən altda yatan səbəblərdən biri yüksək arterial təzyiq olur. Hətta pasiyentlərin çoxunun bundan özünün belə xəbəri olmur. Bu zaman biz onlara sutkalıq monitorinq, təzyiq monitorinqi təklif edirik ki, təzyiqlərini bilək. Lakin bu müayinələr nəticəsində əgər altda yatan hər hansı bir kardiovaskulyar patologiya aşkarlanmırıqsa, o zaman biz doktor sizə müraciət edirik, otonevroloqa xəstəni yönləndiririk.